Binbaşı Sayın Saykan Mısın? Kimse başkanım. En büyük abimiz Ahmet Çavuş. Sondan ikinci kardeşim Fikri. Bu sekiz kardeşim kalmış. Ne içeriz sen kahve? Çay söyle. Onun eşi de bir ara şey oldu, taktı. Yani iyi ama. Ona kolay gelsin. Bakalım biz gelecek mi? Gelecek mi? Ben falan beraber gidelim. Böyle ya, beraber gidelim. Tamam. Size emanet bunlar. Tamam. Sonra arayanların listesini telefonlarla beraber. Kapatıyorum. Bugün biz Azerbaycan heyeti olarak kardeş Türkiye'de, Alanya'dayız ve gelməyimizin əsas səbəbi ondan ibarət ki, əziz qardaşımız, yaxın dostumuz, Türkiye Böyük Millət Məclisinin millət vəkili, Türkiye keçmiş Xarici İşlər Naziri Mövlüt Çavuşoğlu'nun babasının
dünya aslı dəyişməsi ilə bağlı olaraq biz burada mərhumun ailəsinə, Mövlud bəyə, onun qardaşlarına, onun bütün böyük Çavuşoğlu ailələrinə başsağlığı verməkdir. Həm öz adımızda ölkə başçısı Prezident İlham Əliyevin başsağlığını şəxsən gəlib çatdırmaqdan ibarətdir. Biz Allahdan mərhum Osman Çavuşoğluya rəhmət diləyirik. Onun o dünyasının cənnət olmasını ürəkdən arzu edirik. Və mən şəxsən rəhmətlik Osman Çavuşoğlu'nu tanımasam da, ancaq burada qısa müddət ərzində insanlardan eşitdiyimiz onun barədə olan xoş sözlər, xatirələr, insanların bu qədər izdihamla gəlib bu məclisdə iştirak etməsi və həyata Mövlud Çavuşoğlu kimi bir evladın dünyaya gətirməsi, onu tərbiyə etməsi, bu özü də hesab edirəm ki, onun həyatda çox böyük bir iz bırakmasını və hesab edirəm ki, çox uzun, mənalı və xoşbəxt bir həyat sürməsinin bir göstəricisidir. Biz Azərbaycanda Mövlud bəyə hər kəsin çox böyük sevgisi var, hər kəsin çox böyük sayğısı var. Mövlud bəy hər zaman bizim münasibətlərimizə, Azərbaycan-Türkiyə münasibətlərində xüsusi önəm verən, xüsusi bir istilik və yanaşan bir qardaşımızdır, dostumuzdur. Bu hər zaman belə olub, indi də belədir və əminəm ki, gələcəkdə də belə olacaq. Və bugün biz burada iştirak etməklə təbii ki, yalnız öz hörmətimizi və iştirakımızla bütün Azərbaycan xalqının başsağlıqlarını çatdırmaq üçün buradayız.